Əslində özümüzü belə şey eləyirik axı, ağzımızı falan şey eləyirik də. Ona görə də hər yerimizə yaxıldı. Əşi. Bir əlinlə seyr elə. Bu bizim o vaxtki izləyicilərimizdəndir. Çocukum yoxdur, yox, çocuk yoxdur. Salam uşaqsız. Salam uşağım. Salam uşaqsız. Ya da ki salam uşaqsız. Salam uşaqsız. Salam uşaqsız. Nə məna? Heç bir mənası yoxdur axı. Yəni o salamla alınmır. Yəni uşaqsız belə olsa adi olar. Salam uşaqsız. Mən sən xoşum. Mən də sən xoşlayıram da həyatım. Salam. Salam yoğurt yeyən uşaq olur ki, sözünü. Nə? Salam yoğurt yeyən uşaq olur. Vallahi da. Allah qərin. Çox safdılar bizim millət. Orada sual qoy. Sadəcə sualı qoysun. Salam uşaqsız. Təsəvvürə gətirin bir yoldasınız, gəlib biri sizə sual verir ki, salam uşaqsız. Necə reaksiya verərsiniz? Bilmirəm, sırğam bir həm düşüb. Yox, qutarmır baxın. Piercing də var. Nə piercingi? Ləmanın toyuna hə, inşallah gedəcəm. Salam. Demək ki, salam ebilməm. O biraz normal olur da. Boğazım ne bağlı? Boğazım bağlanmaya bax. Mən nəsə deyəsən söhbəti başa düşmürəm. Nə vallah deyirsən? Mən dediyim uca yadımdan çıxdı. Nə dedim ki mən? Hə, vallah dəlisən, hə. Bildim. Allah'ın dostum. Heç mən fikir vermədiyim şeylərə onlar gəlib fikir verirlər. Səhər işgiz olmur evdə. Bizim evdə məsəl üçün işgiz olmur, yox. Mənim öz evimdə iş olur əslində. 2 nəfər olmağına baxmayaraq olur. Çünki Cəfər çox dağılıqdır, çox. Yəni buradan təmizləyirsən, oradan batırır. Boğazımı bağlamamışam, yox. Hə. Amma bu evdə yox iş olmur. Çünki bu evdə məsəl üçün dururam səhər-səhər. Daha doğrusu durur axşam evi gül kimi təmizləyirik, eləyirik. Hə, yoğurtdan doydum. Amma məsəl üçün sabah da dururuq, hamı öz yerini yığışdırır, все qurtardı. Yəni belədir bu evdə iş.